Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə mən sizə elektron imza və elektron sənəd haqqında qanunun davamını izah edəcəm. Biz qalmışdıq qanunun 17-ci maddəsində və maddə 17-də qeyd edilir ki, mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti. Birinci növbədə diqqətinizə çatdırım ki, burada mərkəzlər dedikdə həm sertifikat xidmətlər mərkəzi, həm də akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi başa düşülür. Yəni, hər ikisi götürülməlidir. Deməli, qeyd edilir ki, mərkəzlərin aşağıdakı hüquqları var. Birinci növbədə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz fəaliyyətini təmin etmək və tənzimləmək. Nə edir? Öz fəaliyyətini təmin edir və öz fəaliyyətini həm də tənzimləyir. Bu birinci hüququ. İkincisi, bu qanunda nəzərdə tutulan sertifikat xidmətlərini göstərmək. Çünki bunun onsuz da adı nədir? Sertifikat xidmətlər mərkəzi və ya akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi olduğu üçün hər ikisinə aid sertifikat xidmətlərini göstərə bilər. Adına uyğun olaraq fəaliyyət göstərir deyək də. Üçüncüsü, təkmil sertifikatlarla bağlı xidmətlər göstərmək. Çünki akkreditə edilmiş mərkəz nə edir? Təkmil sertifikat verir. Ona görə təkmil sertifikatlarla bağlı xidmətlər göstərmək üçün müvafiq icra hakimiyyəti orqanında akkreditdən keçmək. Biz təkmil sertifikatın e, anlayışında və yaxud da ki, akkreditə edilmiş sertifikat xidmətlər mərkəzinin anlayışında öyrənmişdik ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi şəhadətnamə ilə fəaliyyət göstərir. Deməli, o şəhadətnamənin verilməsi zamanında o akkreditədən keçərkən ona həmin şəhadətnamə verilir. Buna görə də qeyd olunub ki, burada mərkəzlərin hüquqlarından biri də təkmil sertifikatla bağlı xidmət göstərə bilməsi üçün müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməlidir. Yəni yoxlamadan keçməlidir ki, bunun səlahiyyətləri, bunun fəaliyyəti tam olaraq qanunvericiliyin tələblərinə uyğun gəlir. Dördüncü hüququ fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək. Öz işlərindən bağlı dövlət orqanlarına müraciət edə bilər. Bu bunun ixtiyarıdır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq fəaliyyətinə xitam vermək. Yəni işləmək istəmirəm, dayandırıram fəaliyyətimi. Yəni mənə lazım deyil sertifikat xidmət göstərmək. Bu artıq onun öz əlindədir. Fəaliyyətinə xitam vermək kimi də bir səlahiyyəti var mərkəzin. Növbəti səlahiyyəti mərkəzin qeydiyyatının və akkreditəsinin, yəni akkreditasiyadan keçməsinə bağlı sənədin ləğv olunması. Həm qeydiyyatını ləğv etdirmək istəyər, həm də ki, akkreditə olunmasını ləğv etdirmək istəyə bilər. Və bunun ləğv olunması, sertifikatın qüvvəsinin dayandırılması və ləğv edilməsi. Deməli, həm mərkəzin özünün qeydiyyatının və akkreditəsinin ləğv edilməsindən söhbət gedir. Mərkəzin özünün, yəni mərkəz bir müəssisə deyək də odur. Həm də ki, onun sertifikatının qüvvəsinin dayandırılması və ləğv edilməsindən bağlı qərarlardan Azərbaycan qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Məsələn, burada nəyi demək istəyir? Tutaq ki, hansısa bir orqan, hansısa bir səlahiyyətli hakimiyyət orqanı və dövlət orqanı mərkəzin, yəni istənilən mərkəzdən söhbət gedir burada, həm sertifikat xidmətlər mərkəzi ola bilər, həm də akkreditə edilmiş mərkəz ola bilər də hər birinin qeydiyyatını ləğv eləyəndə, akkreditəsini ləğv eləyəndə və yaxud o mərkəzlərin özlərində də sertifikat verilir axı. Həmin o mərkəzə verilmiş sertifikatın qüvvəsini dayandıranda, onun ləğv eləyəndə, sertifikatı ləğv eləyəndə, birincisində mərkəzin ləğv olunmasıdır, ikincisində sertifikatın ləğv olunmasıdır. Bununla bağlı qərarlardan Azərbaycan qanunvericiliyinə uyğun olaraq inzibati qaydada da şikayət verə bilərlər, məhkəməyə də şikayət verə bilərlər. Yəni siz də olsanız bunu eləyərsiniz. Tutaq ki, sizin bir sertifikat xidmət mərkəziniz var ki, fəaliyyət göstərir, onun qərarından şikayət edə bilərsiniz. Yedincisi, ödənişli əsaslarla sertifikat xidmətləri göstərmək. Yəni onun səlahiyyəti çatır ki, ödənişli qaydada sertifikat xidməti göstərsin. Səkkizincisi, Azərbaycan qanunvericiliyinə müvafiq olaraq sertifikatların istifadə sahələrini, yəni harda istifadə olunsun və necə istifadə oluna bilər, ondan artıq istifadə oluna bilməz. Bunun məhdudiyyətləri nələrdir? Harda istifadə oluna bilər, harda istifadə oluna bilməz. Yəni bunun sahələrini və məhdudiyyətlərini müəyyənləşdirmək. Və bunlar mərkəzlərin hüquqları hesab olunur. Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl, sertifikat veriləndə imzanın sahibinin müqavilə bağlanır da, mərkəzlə o sertifikat alan şəxs arasında bir müqavilə bağlanır. Həmin o müqavilə bağlamazdan əvvəl onu, yəni sertifikatın və imza vasitələrinin istifadə qaydalarını, hansı qaydada istifadə olunmasını deyək də, istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə
məlumatlandırmalıdır. Yəni bildirməlidir ki, bax biz sizlə müqavilə bağlayırıq. Bizim sertifikatımızın, imza vasitələrimizin istifadə qaydaları bunlardır. Yəni bunu siz belə istifadə edə bilərsiniz, filan yerdə istifadə edə bilərsiniz. Bununla bağlı sən müqavilə bağladığın adamı məlumatlandırmalısan da, bu da normal bir şeydir. Əgər mən səninlə müqavilə bağlayıramsa, mən sənə öz şərtlərimi deməliyəm ki, mən bu şərtlərlə müqavilə bağlayıram. Sertifikatın və imza vasitələrinin istifadə qaydasını məlumatlandırmalıdır. Yaxud da ki, bizim hüquqi statusum, yəni mən hüquqi şəxsəm, yoxsa mən fiziki şəxsəm və mən dövlətin qeydiyyatından keçmişəm, keçməmişəm, akkreditasiyadan keçmişəm, yoxsa keçməmişəm. Bunlarla bağlı mən müqavilə bağladığım şəxsi məlumatlandırmalıyam. Bilməlidir ki, mənim vəziyyətim nə yerdədir. İndi isə gəlirik mərkəzlərin vəzifələri. Biz bayaq hüquqlarını saymışdıq. Mərkəzlərin vəzifələri də var. Onlar hüquqlar onların ixtiyar sahibi olduğu xüsusiyyətlərdir. Vəzifə isə öhdəliklərdir. Nə etməyə borcludurlar bu mərkəzlər? Birinci vəzifəsi fəaliyyətinin təhlükəsizliyini və imza sahibi barəsində məlumatların mühafizəsini təmin etməlidirlər. Yəni həm təhlükəsiz, həm də ki, cəmaətin məlumatlarının gizli saxlamağı bacarmalıdırlar deyək də. Bu mühafizəni təmin etməlidirlər. İmza sahibinin təqdim etdiyi sənədləri araşdırır. Yəni sən imza üçün sertifikat almaq istəsən, mən sənin sənədləri araşdırmalıyam ki, sənin sertifikat düşür yoxsa yox. Yəni sənədlərin saxtadır yoxsa yox. Zəruri hallarda onların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edə bilər. Sənədləri araşdırır, aidiyyət orqana müraciət edə bilər. Sertifikatların registrini aparır, sonra aktuallığını və ona sərbəst, fasiləsiz müraciət edilməsi üçün lazımi şəraiti təmin edir. Yəni sertifikatların registrini qeydiyyatına aparmalısan. Sertifikat aktual olmalıdır, hər kəs lazım olan ona müraciət edib oradan müəyyən məlumatları əldə edə bilməlidir. Hər kəs deyəndə əlaqədar şəxslərə söhbət gedir. Sertifikatlar barədə məlumat verə bilər. Sonra sertifikat xidmətləri üzrə sənədləri və məlumatları saxlayır təbii ki. Yəni kimsə sertifikat əldə edəndə onun sertifikat xidmət göstərir də buna. O məlumatları həm də özündə saxlamalı bir baz olaraq. Həmçinin qanunun 13-cü və 14-cü maddələrində göstərilən hallarda sertifikatın qüvvəsini dayandırır. Orada qüvvəsini dayandırma halları var da. Qüvvəsini dayandırır və sertifikatın qüvvəsinin bərpası ilə bağlı işlər görür və ya da ki, sertifikatın qüvvəsini ləğv edə bilər. Həm dayandıra bilər, həm bərpa edə bilər, həm ləğv edə bilər. Və bu barədə imza sahibini müraciət edən şəxsi məlumatlandırır. Yəni bunları etməyə məcburdur. İmza sahibini müraciət edən şəxsi məlumatlandırmağa məcburdur Sertifikat Xidmətləri Mərkəzi. Nə mənada məcburdur? Bunlar onun vəzifələridir. Vəzifələr olduğu üçün də vəzifələr məcburi xarakter daşıyır. Yəni nə demək istəyir bu bənddə? Deyir ki, qanunda göstərilən əsaslar mövcud olduğu halda sən sertifikatın qüvvəsini dayandırmalısan. Və yaxud onun əgər qüvvəsinin dayandırılmasına səbəb olan hallar aradan qalxıbsa, sən onu bərpa etməlisən. Yaxud da sertifikatın e, qüvvəsindən saxlanmasına ehtiyac yoxdursa, müəyyən hallar baş verəndə bu qanunda göstərilmiş hallar var. Onda artıq sən bunu ləğv etməlisən. Bunu etməyə məcbursan və bunu edəndə də, yəni sən kim sertifikatın qüvvəsini dayandıranda, ləğv edəndə, bərpa edəndə mütləq imza sahibini və müraciət edən səlahiyyətli şəxs kimdirsə, onu məlumatlandırırsan ki, biz sizin sertifikatınızı ləğv etdik. Fəaliyyəti barəsində müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edir, onun sorğularına cavab verir. Məlumatı təqdim etməlidir və müvafiq orqanın sorğularına cavab verməlidir. Fəaliyyətə başladığı müddət nəzərə alınmaqla hər il informasiya sisteminin təhlükəsizlik auditinin keçirilməsini təmin etməlidir və təhlükəsizlik auditi keçirilməlidir. Yəni gəlib sənin informasiya sisteminin təhlükəsiz olması yoxlanılmalıdır. Çünki sən bir cəmaətin məlumatlarını işləyirsən. İkincisi də ki, o məlumatları məxfi saxlamalısan, onun yayılmasını qarşısını almalısan, təhlükəsiz şəkildə qoruyub saxlamalısan və bunun auditini keçirməlisən və nəticəsini də 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlisən ki, bizim sistemimizdə vəziyyət bu yerdədir. Yəni qaydasındadır, yoxsa müəyyən çatışmazlıqlar var. Bu auditin, bu yoxlamanın nəticəsini müvafiq icra hakimiyyəti orqanına bildirməlisən. Mərkəz olaraq bildirməlisən bunu. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyətinə nəzarət edilməsinə şərait yaratmasın ki, gəlib sənin fəaliyyətinə nəzarət edə bilsinlər. Yoxsa heç kim buraxmayım, heç kim bu işə qarışmasın, mən öz bildiyim kimi işləyim, belə bir şey yoxdur. Sən ona şərait yaratmalısan. Azərbaycan qanunvericiliyində və tərəflər arasındakı müqavilədə nəzərdə tutulmuş digər vəzifələri də yerinə yetirə bilərsən. Və bunlar mərkəzlərin vəzifələri, öhdəlikləri, məcburiyyəti hesab olunur. Bir var vəzifələri, bir də var mərkəzlərin hüquqları. Bunlar ayrı-ayrı şeylərdir.
Mərkəzlər aşağıdakılara görə məsuliyyət daşıyırlar. Yəni, hansı məsuliyyətlər var? Mərkəz neynəsə onu biz məsuliyyətə cəlb edə bilərik. Hansı hərəkətlər etsə o məsuliyyətə cəlb oluna bilər. Aşağıdakılara görə məsuliyyət müəyyənləşdirilir. Bunlar hansılardır? Birincisi, fəaliyyətinin təhlükəsizliyinə görə, bayaq dedik axı, onun fəaliyyətinin təhlükəsizliyi yoxlanılmalıdır, auditdən keçirilməlidir. Onun təhlükəsizliyinə görə, imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinə görə, həm məlumatların mühafizəsinə görə, həm də onların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə görə cavabdehdir. Sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiq olmasına görə cavabdehdir. Yəni, məsuliyyət daşımaq cavabdeh olmaq deməkdir. Sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və qanunsuz ləğv edilməsinə görə məsuliyyət daşıyır. Mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına görə məsuliyyət daşıyır. Belə sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə. Burada nə demək istəyir? Biraz aydın olmadı bənd. Deyir ki, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatları, yəni sən görürsən ki, bu məlumatlar sertifikatın istifadəsinə təsir edəcək, nəsə bir dəyişiklik olur sistemdə. Bu məlumatları imza sahibinə vaxtında çatdırmalısan. Çatdırmamağına görə də məsuliyyət daşıyırsan mərkəz olaraq. Akreditə edilmiş mərkəz təkmil sertifikatların verilməsini Azərbaycan Respublikasının qanunvericiliyinin, bu qanunun və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun olaraq həyata keçirir. Nəyə uyğun olaraq həyata keçirir sertifikatın verilməsini? Həm qanunvericiliyin tələblərinə, həm bu qanun tələblərinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirir və 3 dənə şərt oldu da və sertifikatda onun istifadə sahələrini və məhdudiyyətləri göstərməlidir ki, harda istifadə edə bilərsən, harda istifadə etmək olmaz. Və bunları sertifikat verərkən mərkəz həmin sertifikatda göstərməlidir. Təkmil sertifikat və xarici sertifikat xidmətləri mərkəzinin sertifikatına həm təkmil sertifikata təminat verilir, həm də xarici sertifikat xidmətləri mərkəzinə, yəni xarici ölkənin bu belə bir fəaliyyət göstərən hüquqi şəxsinə təminat verilmiş, akredit edilmiş mərkəz, çünki onlara akredit edilmiş mərkəz təminat verir də. Akredit edilmiş mərkəz deyir, imza istifadəçinə vurulmuş zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Yəni, sən hansı bir səhv eləmişsən, təkmil sertifikat vermirsən cəmaata və xarici sertifikat xidmətləri mərkəzinə sertifikatına sən təminat vermirsən, akredit olunmuş mərkəz olaraq. Sabah onlara hər hansı bir ziyan dəyəndə, sənin hərəkətlərin ucbatından ziyan dəyəndə və yaxud da ki, sertifikatı düzgün vermədiyin halda, hansı prosesi düzgün yerinə yetirmədiyin halda ziyan dəyəndə, sən bununla bağlı məsuliyyət daşıyırsan. İmza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması, sertifikatın təyinatına riayət edilməməsi, bax, müqavilənin şərtlərinin pozulması, bu bir şərt. Bunu kim eləyəndə? İmzanın sahibi eləyəndə. İmza sahibi bu hərəkətlərə yol verəndə, yəni şərtləri pozanda, sertifikatın təyinatına uyğun istifadəsinə əməl olunmayanda, sertifikatın təyinatına yəni riayət olunmayanda, bu hallarda imza sahibinə, istifadəçisinə daha doğrusu, imza istifadəçisinə vurulmuş zərərə görə mərkəz məsuliyyət daşımır. Bax, nə demək istəyir? Bir daha bunu qeyd edək. İmza sahibi tutaq ki, müqavilənin şərtlərini pozub, həmin sertifikat öz təyinatına uyğun istifadə eləməyib. Bunda sən deyə bilərsənmi ki, mərkəz məsuliyyət daşısın? Təbii ki, yox. Çünki bu mərkəzin səhvi deyil axı. Bu imza sahibinin səhvi ucbatından olduğuna görə bu halda mərkəz hər hansı bir məsuliyyət daşımır. Gəldik sertifikat xidmətlərinə aid tələblər. Sertifikat xidmətləri hansı tələblərə cavab verməlidir? Mərkəzlər fəaliyyət dövründə həm texniki, həm kadr, həm də maliyyə imkanlarına, o cümlədən istifadəçilərə ziyan vurduğu halda zərəri ödəmək üçün maliyyə imkanlarına malik olmalıdır ki, sən cəmaata vuranda, ziyan vurduğun halda o zərərin, o ziyanın əvəzini ödəyə biləsən və etibarlı və fasiləsiz xidmət göstərməlidir. Deməli, bu mərkəzlər fəaliyyət göstərməsi üçün texniki, kadr, maliyyə imkanları, bir də kiməsə ziyan vuranda o ziyanı qarşılamaq gücünə malik olmalıdır, etibarlı olmalıdır, fasiləsiz fəaliyyət göstərməlidir. Mərkəzlər sertifikatların elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi üçün sertifikatlaşdırılmış imza vasitələrindən istifadə etməlidir. Yəni, onlar adi imza vasitəsi ilə cəmaata sertifikat verə bilməzlər.
Mütləq sertifikatlaşdırılmışdan, özləri də sertifikatlaşdırılmışdan istifadə edərək cəmaata sertifikat verə bilərlər. Və yaxud da ki, məlumatların verilməsini həyata keçirə bilərlər. Mərkəzlər fəaliyyətə başlamazdan əvvəl, yəni işə başlamamışdan qabaq və yaxud da ki, qeydiyyatdan keçdikdən sonra hər il, yəni əvvəl də eləməlidirlər bunu və qeydiyyatdan keçəndən sonra da eləməlidirlər. Hər il informasiya sisteminin auditini keçirməlidir. Yəni öz sistemlərinin yoxlamasını keçirməlidirlər ki, bizim sistemimiz standartların tələblərinə cavab verir yoxsa yox. Sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalar tətbiq etməlidirlər. Yəni sən yeni texnologiyalar, yeni texnikalar tətbiq eləməlisən ki, sənin sistemin daha etibarlı olsun və cəmaət bundan daha təhlükəsiz şəkildə istifadə edə bilsin. Mərkəzlər fəaliyyətin təmin edilməsi məqsədilə, yəni öz işlərini düzgün yerinə yetirmək üçün bilikli, təcrübəli və səriştəli işçi heyətinə malik olmalıdırlar. Yoxsa bunlar nətər işləyə bilərlər? Sertifikat Xidmətlər Mərkəzinin fəaliyyətinə xitam verilməsi. Bax, o mərkəz ki var, o şirkətin müəssisə ki var, hansı halda onun fəaliyyətinə xitam verilir? Bu xitam verilmə məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, ola bilər ki, mülki məcəllə olsun, filan olsun, bu mülki məcəllədə daxil olar, hüquqi şəxslərin fəaliyyətinə xitam verilmə halları var. Bax, bu mülki qanunvericiliyə uyğun həyata keçirilir, amma təkcə mülki məcəllə deyil də, ona görə mülki qanunvericilik yazılıb. Mən mülki məcəlləni misal kimi göstərdim. Mülki qanunvericilik deyəndə cinayət, inzibati xəta filan olmasın, digər qanunvericilikdən söhbət gedir. Buna uyğun olaraq onların fəaliyyətinə xitam verilə bilər. Mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı 30 gün qalmış, yəni onun fəaliyyətinə xitam verilməsinə ən azı 30 gün qalmış mediada və digər vasitələrlə elan verməlidir ki, biz filan tarixdən öz fəaliyyətimizi dayandırırıq. Elan verməlisən sən. Qoy cəmaət bilsin və sənin yanına müraciət eləməsin, sənə uyğun, sənin verdiyin sertifikata uyğun öz işlərini tənzimləsin. Mediada elan verməlidir. Qüvvədə olan sertifikatlara malik imza sahiblərini, sertifikatlarına təminat verdiyi, təminat müqavilələri bağladığı sertifikat xidmətlər mərkəzlərini və müvafiq icra hakimiyyət orqanını xəbərdar etməlidir. Yəni, öz müştərilərini deyək də, xəbərdar etməlidir. Sən kimə sertifikat vermirsən, kimin sertifikatına təminat vermirsən, kimlə sertifikatla bağlı müqavilə bağlamısan, bunların hamısını, bu mərkəzlərin hamısını bu şəxslərin hamısını, həmçinin müvafiq icra hakimiyyəti orqanını da xəbərdar eləməlisən ki, ən az 30 gün qabaqcadan mən artıq filan tarixdən öz fəaliyyətimi dayandırıram. Elan verilməsindən 30 gün keçəndən sonra mərkəz qüvvədə olan sertifikatların ləğv edilməsini həyata keçirir. Artıq o ləğv edilməsi üçün 30 gün qabaqdan məlumat verir. Cəmaət getsin, sertifikatını dəyişdirsin, özünə yeni sertifikat alsın, başqa mərkəzdən sertifikat alsın. Mən də artıq həmin o qüvvədə olan sertifikatların ləğv edilməsinə başlayıram. Elanımın üstündən 30 gün keçəndən sonra ləğv edilməsinə həyata keçirirəm. Akreditə edilmiş mərkəz fəaliyyətinə xitam verilməsi barədə elandan 30 gün keçəndən sonra imza sahiblərinin razılığı ilə təkmil sertifikatları, onlarla və imza istifadəçilərinin sorğuları ilə bağlı məlumatları akreditə edilmiş başqa mərkəzə və ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir. Çünki mənim bir sertifikatım var. Tutaq ki, mən o sertifikatı gedib bir X sertifikat xidmətləri mərkəzindən almışam. Həmin o mərkəz də artıq öz fəaliyyətini dayandırır. 30 gün qabaqdan mənə məlumat verir ki, mən sənə sertifikat xidməti göstərməmi dayandırıram. Mən daha işləməyəcəm də. Bu məlumatı mənə verəndə mən nə etməliyəm? Deməliyəm ki, bildiyim məlumatlandırdığın üçün təşəkkürlər və mənim məlumatlarımı başqa mərkəzə ötürə bilərsən, amma imza sahibinin razılığın olmalıdır bu. Mənim razılığımla həmin təkmil sertifikatı, mənimlə bağlı bütün göstərdiyin xidmətləri başqa mərkəzə ötürə bilərsən və müvafiq icra hakimiyyəti orqanına ötürə bilərsən. Yəni, bunları mənim razılığımla təhvil eləyə bilər həmin o mərkəz. Mən imza sahibi kimi razılıq verdiyim halda eləyə bilər. Təhvil verilməmiş sertifikatlar, təhvil verilməyənlər ləğv edilir. Əgər mən tutaq ki, razılıq vermədimsə, sertifikat xidmətləri mərkəzi də artıq öz fəaliyyətini dayandırırsa, onu başqasına ötürmədiyi halda bunu ləğv eləməlidir. Yəni, qüvvəsini saxlaya bilməz. Ya başqasına ötürülməlidir, müvafiq icra quruluna ötürülməlidir, ya da bunu eləməyəndə onu ləğv edir və saxlanılmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir bu məlumatları. Yəni, bu arxiv kimi bir şeydir, arxivləşmə kimi bir şeydir. Məlumatları müvafiq orqana göndərir ki, orada saxlanılsın. Aşağıdakı hallarda deyil, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mərkəzlərin
qeydiyyatını, akreditəsini ləğv edə və fəaliyyətinə xitam verilməsi ilə bağlı iddia qaldıra bilər. Bu haçan olur? Bir var ki, mərkəz özü öz fəaliyyətini dayandırsın. Bir də var, müvafiq icra hakimiyyəti orqanı onun işini dayandırır. Ona verilmiş sertifikatı dayandırır və yaxud da ki, onun özünün qeydiyyatını dayandırır. O mərkəzin özü ilə bağlı iş görür də. Bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ola bilər. Amma hansı hallarda olur? Birincisi, qeydiyyat üçün təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmayanda. Yəni, mən özümün qeydiyyatdan keçməyimlə bağlı məlumatlar vermişəm. Həmin o sənədlər düzgün deyil və yaxud da sənədlərin qüvvəsi artıq bitib. Tutaq ki, şəxsiyyət vəsiqəmin qüvvəsi bitdi. Mərkəz də hüquqi şəxs kimi mən qeydiyyatdan keçmişdim 5 il müddətinə deyək də. 5 il müddət bitdi. Mənə də müvafiq orqan tərəfindən sertifikat xidmətləri göstərmək üçün icazə verilmişdi. Artıq mənim özümün qeydiyyat müddətim bitibsə, o orqan da, mənə həmin o icazəni verən orqan da mənim fəaliyyətimi dayandıra bilər. Məlumatlarım düzgün olmayanda, qüvvəsini itirəndə onu dayandıra bilər. İkincisi, fəaliyyəti zamanı müntəzəm olaraq qanun pozuntularına yol verəndə, yəni bir mərkəz müntəzəm şəkildə qanun pozur, davamlı şəkildə qanunları pozur. Deməli, bunun fəaliyyəti məqsədə uyğun deyil, onun fəaliyyətinə xitam verilir bununla bağlı müvafiq orqan tərəfindən. Burada xitam verilmək nəyə aiddir? Sertifikat xidmətləri göstərən mərkəzlərə aiddir. Mərkəzin özünə aiddir bu. Bayaqki saydığımız xitam verilmə halları mərkəz özü ləğv olunur və özü cəmaata verdiyi sertifikatları ləğv edir. Burada isə mərkəzin özünü ləğv edirlər, özünün fəaliyyətinə xitam verirlər. Korporativ informasiya sisteminə xidmət edən mərkəzin, yəni korporativ informasiya sistemi bu məhdud sayda istifadəçi olan bir sistem deyil. Bir nazirliyin özünün sənəd dövriyyəsi, təkcə bir nazirliyə aid olan bir sistemdən söhbət gedir. Həmin o sistemə xidmət edən mərkəz, yəni bizim nazirliyə xidmət edən mərkəzin fəaliyyətinə sistemin mülkiyyətçisinin qərarı ilə və ya iştirakçıların razılaşması ilə xitam verilə bilər. Yəni, biz özümüz razılaşırıq, mən tutaq ki, o sistemdən istifadə edən, elektron sənəd dövlət sistemindən istifadə edən nazirliyin rəhbəriyəm və ya fərqi yoxdur, nazirliyin səlahiyyətli şəxsiyəm və yaxud da biz özümüz belə razılaşmışıq ki, bu şərtlərlə biz bu fəaliyyətimizi dayandıra bilərik. Ona görə də korporativdə mərkəzin fəaliyyətinə iki şəkildə xitam verilə bilər. Ya bunların razılaşması ilə, ya da ki, həmin sistemin mülkiyyətçisi tərəfindən qərar verilməklə onun fəaliyyətinə xitam verilə bilər. Gəldik indi imza sahiblərinə. İmza sahiblərinin hüquqları var, vəzifələri var, məsuliyyəti var. İmza sahibi mənəm. Getdim özümə bir dənə elektron imza aldım, mən artıq elektron imzanın sahibiyəm. İmza sahibinin hansı hüquqları var? Bunları qeyd edək. Birincisi, mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat ala bilərlər. Hansı mərkəz var, hansı xidmət göstərirlər, nə işlə məşğuldurlar, bunların təhlükəsizlik qaydaları nə yerdədir, nə vəziyyətdədir. Bununla bağlı mən məlumat ala bilərəm, öz ətraflı şəkildə, imza sahibi kimi. Çünki mən bilməliyəm ki, mən səndən imza alıramsa, mənim nələrə ixtiyarım var. İkincisi, barəsində mərkəzlərdə toplanmış məlumatla tanış olmaq. Gəlirəm ki, sizə yaxınlaşıram ki, mən sizdən filan vaxt sertifikat almışdım. Mənlə bağlı sizdə hansı məlumatlar var? O məlumatlarla tanış olmaq. Üçüncüsü, məlumatlarla tanış olmaq. Üçüncüsü, sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və yaxud da ki, ləğvi barədə qərarlar, mərkəzlərin fəaliyyətinə bağlı digər məsələlərlə bağlı qanunvericiyə uyğun olaraq şikayət etmək. Məsəl üçün, mərkəz mənim sertifikatımı ləğv elədi, mərkəz mənim sertifikatımın qüvvəsini dayandırdı. Bu hallarla bağlı bərpa elədi. Nəsə mənim xoşuma gəlməyən hallar olanda, mərkəzin fəaliyyətində mənim işimlə bağlı xoşuma gəlməyən məsələlər baş verəndə mən bununla bağlı qanunvericiyə müvafiq şəkildə şikayət edə bilərəm. Deyir ki, imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Yəni, mən imza sahibiyəmsə, mənim imza yaratmaq, imza vasitələrindən istifadə etmək qabiliyyətim olmalıdır. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir. Yəni, mən öz imzamın məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdeh hesab olunuram və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Yəni, başqa şəxs mənim məlumatlarımı istifadə etməsinə mən yol verməməliyəm. Bunlar üzərində nəzarət itirildikdə, həmin o məlumatlarla bağlı nəzarət itiriləndə və yaxud da buna təhlükə yarandıqda imza sahibi
həm nəzarət edirlər, tutaq ki, mən öz imzama nəzarət edə bilmirəm. Və yaxud da ki, buna bağlı hansı bir təhlükə var. Hesab edirəm kimsə mənim məlumatlarımı oğurlaya bilər, kimsə mənim elektron imzamdan dublikatını çıxarmaqla, hansı yolla, texnik yollarla bunu istifadə edə bilər. Belə bir hallar olanda mərkəzə dərhal xəbər verməliyəm. Kim eləməlidir bunu? İmzanın sahibi eləməlidir. Dərhal xəbər verməlidir mərkəzə və sertifikatın qüvvəsinin dayandırılmasını tələb eləməlidir ki, mənim sertifikatın qüvvəsinin təcilini dayandırın. Çünki kimsə bunu oğurlayıb mənim imzama, kimsə başqa məqsədlə istifadə eləyir, belə bir şübhələrim var, dərhal dayandırın qüvvəsini. Bunu tələb etməyə mənim ixtiyarım çatır. İmza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı, adi imzadan söhbət getmir ha, gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir. Yəni, təkmil sertifikatda onun istifadəsi ilə bağlı hansı münasibətlər göstərilibsə, o münasibətlərə riayət etməlidir imzanın sahibi. İmza sahibi müqavilə bağlamaq üçün mərkəzə müraciət eləyərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. Mən müqavilə bağlamaq üçün əgər bir mərkəzə müraciət edirəmsə, mən o məlumatların tam olmasına görə, düzgün olmasına görə məsuliyyət daşıyıram, cavabdehəm mən. Yəni, mənim məlumatlarım qaydasında olsun. Bu qanunun 20-ci maddəsində, yəni bu saydığımız indiki sahibin hüquqları, vəzifələri, məsuliyyətinə bağlı maddədən söhbət gedir. Yəni, bu oxuduğumuz maddədə göstərilmiş, bu ekranda gördüyünüz maddədə göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş ziyana görə riayət edilməməsi nəticəsində dəymiş ziyandan söhbət gedir. Hər şey qaydasında olanda yox. Buna görə ziyan dəyəndə imza sahibi Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Yəni, mən bu məlumatları düzgün təqdim etmədiyim və ya hansı bir qaydanı pozdum. Yəni, mənim özümün səhvi oldu da və buna görə də mən özüm qanunvericiliyə əsasən məsuliyyət daşımalıyam. Bax belə. İndi isə keçək növbəti maddəyə, elektron sənəd. Elektron sənəd nə olan şeydir? Biz elektron sənədə öyrənmişdik ki, elektron formada, o cümlədən səs, mətin, görüntü, audio görüntü formasında saxlanılan kontentdir. İndi bizə deyir ki, elektron sənədin özü hansı standartlara cavab verməlidir? Hansı tələblərə cavab verməlidir? Birincisi, bu sənəd, yəni sənin bu hazırladığın elektron sənəd texniki vasitələrin və proqram vasitənin köməyi ilə yaradılmalıdır, saxlanılmalı, emal olunmalı, ötürülməli və qəbul olunmalıdır. Bunu mən bir çox hallarda YÖSEK kimi yadda saxlayım. YÖSEK nədir? Yaradılma Y hərfidir, ötürülmə Ö hərfidir, Y, Ö, saxlanılma S hərfidir, sonra emal olunma E hərfidir, qəbul edilmə də Q hərfidir. Yəni Y, Ö, S, E, Q. YÖSEK olmalıdır. Nəyin köməyi ilə? Texniki və proqram vasitənin köməyi ilə. Burada texniki və proqram vasitəsi deyəndə, texniki vasitə, yəni mənim kompüterim olmalıdır, mənim planşetim olmalıdır və telefonum olmalıdır və yaxud da ki, bir elektron imzam olmalıdır, flash kart formasında. Bu texniki vasitədir. Və proqram vasitəsi nədir? Telefonumda, kompüterimdə müvafiq Word proqramı, PDF proqramı, nəsə bir proqram olmalıdır ki, mən o proqramla bu sənədi yarada bilim. Başqa necə yarada bilərsən sənədi? Həm sənin texniki imkanın olmalıdır, həm proqramların olmalıdır ki, sən bunu eləyə bilərsən. İkincisi, 22-ci maddəsində göstərilən quruluş. Burada 22-ci maddədəki quruluş deyəndə ümumi və xüsusi hissələrdən ibarət quruluşdan söhbət gedir. Həmin quruluşa malik olmalıdır. Yəni, elektron sənədin özü ümumi və xüsusi hissələrdən ibarət quruluşa malik olmalıdır. Yəni, sənin sənədinin quruluşunda ümumi hissə olur və xüsusi hissə olur. Bu imkanlara malik olmalı. Sənin sənədin buraya yazar ümumi və xüsusi. Daha yaxşı yadınızda qalsın. Biraz böyle ki, tez görünsün. Deməli, elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malik olmalıdır və bunun belə üstünə buranda görünəcək. Sonra keçirik identikləşdirməyə imkan verən rekvizitlər. Yəni, sənədə baxanda sən onun üstündəki rekvizitləri görə bilməlisən. Yəni, hansı rekvizitlərin olduğunu bunun üstündə görə bilməlisən. Dördüncüsü də ki, texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan, yəni vizual şəkildə təqdim olunmalı. Sən o sənədə baxanda bunun qavranılan bir sənəd olduğunu, oxuya bildiyin bir sənəd olmalıdır. Amma sən bu sənədi vizual şəkildə nəyin vasitəsilə oxuyacaqsan? Sənin kompüterin yoxdursa, telefonun yoxdursa, planşetin yoxdursa, o sənədi sən hardan oxuyacaqsan? Bu bir texniki vasitədir. Sənin kompüterin var, lakin sənin kompüterində driverlər yoxdur, proqramlar yoxdur. Sən bu kompüterinin həmin sənədi açıb necə oxuyacaqsan?
Sənin kompüterində birincisi PDF oxuyucu proqramın olmalıdır ki, sən o PDF reader proqramı ilə onu açıb oxuya biləsən. Bu proqram yoxdursa, sən bunu necə açacaqsan? Vuracaqsan faylı açmaq üçün, fayl açılmayacaq, ekranda görünməyəcək. Ona görə sən bu sənədi oxuya bilməyin üçün, onu vizual şəkildə dərk etməyin üçün, qavranman şəkildə dərk etməyin üçün texniki və proqram vasitənin olmalıdır ki, bunların vasitəsilə bunu eləyə biləsən. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı, yəni sən orada hansı rekvizitlər verməlisən, bu siyahı Azərbaycan qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Elektron sənədin quruluşu. Biz bayaq demişdik bunu yuxarıda. Quruluşu ümumi və xüsusi hissələrdən ibarət olmalıdır. Ümumi hissəsində onun məzmunu və ünvanlandığı şəxs barəsində məlumat olmalıdır. Xüsusi hissəsində isə iki dənə məlumatdır. Elektron imza və vaxt göstəricisi. Deməli, ümumi hissəsində məzmun və ünvanlandığı şəxs, xüsusi hissəsində isə ona əlavə edilən elektron imza və imzalar da ola bilər, fərqi yoxdur. Və vaxt göstəricisi mütləq qeyd edilməlidir xüsusi hissəsində. Elektron sənədin özünün təqdimat formaları da var. Yəni, sən bu sənədi kiməsə təqdim eləyəndə hansı formada təqdim edə bilərsən? İki dənə təqdimat forması var. Daxili təqdimat forması var və xarici təqdimat forması var. Bax, bu dəqiqə sizin ekranda gördüyünüz həmin bu PDF material ki var, bu bunun daxili təqdimat formasıdır. Mən sizə bunu elektron formada maillə göndərə bilərəm, WhatsApp-la göndərə bilərəm, fərqi yoxdur. Bu bunun daxili təqdimat formasıdır. Bir də bunu mən sizə kağızda çap edərək şəxsən əlbəəl təqdim edə bilərəm. Bu bunun olur xarici təqdimat forması. Yəni, iki dənə təqdimat forması var. Deyir ki, daxili təqdimat forması nədir? Verilənlər daşıyıcısında yazılmış şəkli, yəni kompüterin içində yazılmış şəkli deyək də, kompüter özü verilənlər daşıyıcısı və ya telefonda yazılmış şəkli. Bu onun daxili təqdimat formasıdır. Amma sən onu çap edib bir vərəqə çıxaranda və yaxud da ki, tutaq ki, onu ekrana, displeydə divara vurub onu proyektorla sən o divara əks etdirərək divarda ona baxanda, bu onun artıq xarici təqdimat forması olur. Deməli, verilənlər daşıyıcısından fərqli digər maddə obyektdə və yaxud da ki, əyani qavranılan şəkildə əks olunması onun xarici təqdimat formasıdır. Kağızda ola bilər, bayaq dediyimiz kimi, proyektorla divara vuraraq orada baxan lövhədə baxa bilərsən. Bunlar hamısı onun xarici təqdimat formasıdır. Amma daxili sistemin içində yazılmış şəklidir. Onun daxili təqdimat forması hesab olunur. Hələ ki, burada saxlayayım. İstəmirəm ki, uzun-uzun olsun dərsimiz. Niyə uzun olmasın? Yox, gedək. Bu iki maddəni də gedək. Elektron sənədin əsli. Yorucu olmasın deyə istəyirəm, çox uzun olmasın. Həm də biraz qəliz qanun olduğuna görə mənimsəməkdə adamın beyni biraz çətinlik çəkir, yorulur beyniniz. Mən sizi yaxşı anlayıram, amma diqqətlə qulaq assanız, biraz da gözünüzün qabağında mənim dediyim izahları canlandırsanız, sizin öyrənməyiniz daha da asan olacaq. Elektron sənədin əsli, yəni originalı, yalnız daxil təqdimat formasında olur. Çünki adı nədir bunun? Elektron sənəd. Elektron sənədin kağızda nə gəzir? Elektron sənədsə bu elektron olmalıdır da. Elektrondakı daxil təqdimat forması sayılır. Elektron sənədin əsli yalnız daxil təqdimat formasında ola bilər. Daxil təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələr, tutaq ki, kompüteri mən bu sənəddən kopyalamışam, bir 10 dənə saxlamışam. Bütün nüsxələrin hamısı originaldır. Yəni, hamısı əsli hesab olunur və hamısı da bərabər hüquqa malikdir. Bunun heç birinin digərindən fərqi yoxdur. Çünki hamısı daxildədir. Elektron sənədin elektron formada surəti ola bilməz. Yəni, surət elektronda ola bilməz, mümkün deyil. Eyni şəxs tərəfindən, yəni mənim tərəfimdən tutaq ki, həm kağızda, həm də elektron formada, eyni şəxs tərəfindən kağızda və elektron formada tərtib edilmiş, yəni kağızda da ola bilər bu sənəd olsun, elektron da ola bilər bu mümkün olsun. Kağızda və elektron tərtib olunmuş sənədin hər biri müstəqildir. Bunlar ikisi də müstəqil sənədlər hesab olunur və bərabər hüquqi qüvvəyə malikdir. İkisi də müstəqildir və bərabər hüquq qüvvəyə malik. Bu nə deməkdir? Tutaq ki, mən iki dənə sənəd düzəltmişəm. Birini sistemə yükləmişəm, elektron sənəd kimi. Birini də kağızda yazmışam. Birini digərindən çap edib çıxarmamışam. Və bunların heç biri digərindən asılı deyil. Məzmunları eynidirsə, heç biri digərindən asılı deyil. Sən deyə bilməzsən ki, bu onun surətidir. Ayrı-ayrı sənədlərdir. Nə olsa eyni məzmunludur. Eyni məzmunlu olsa belə bunların hər biri müstəqildir və bərabər də hüquqi qüvvəyə malikdir. Burada artıq kağız sənəd, elektron sənədin surəti hesab olunmayacaq. Surəti o zaman hesab olunur ki, sən bunu kağızda saxlayırsan, indi bax, növbəti maddədə ondan danışır. Elektron sənədin surəti onun kağızda əks olunmuş versiyasıdır. Yəni, sən elektrondakını çap edib kağıza çıxaranda və onu müvafiq qaydada təsdiq eləyəndə, o artıq onun surəti sayılır. Yoxsa adi kağızdakı sənəd elektron sənəddən çap olunmayıbsa, bu surət deyil.
Elektron sənədin sürəti onun kağız daşıyıcıda əks olunmuş xarici təqdimat formasının Azərbaycan qanunvericiliyində göstərilmiş qaydada təsdiq edilməsi ilə, yəni sən elektron sənədi kağıza çap edib çıxarırsan və onu müvafiq qaydada təsdiq edirsən, bu qaydada onun sürəti hazırlanır. Elektron sənədin kağızdakı nüsxəsində mütləq sürət olması qeyd edilməlidir. Qeyd edilməyəndə ona sürət deyilməyəcək. Elektron sənədin kağızdan başqa digər maddi obyektdə, yəni flash kartda və yaxud da ki, fərqi yoxdur, kağızdan başqa digər maddi obyektdə, elə kağızın özündə, amma təsdiq edilməmiş nüsxə, təsdiq ediləndə kağızdakı elektronun surətidir. Amma sən bunu kağıza çıxarıb təsdiq etməmisənsə və yaxud bunu flash kartda yazmısansa, digər maddi obyektdə yazmısansa, bu onun surəti sayılmır. Yəni kağıza çıxarırsansa mütləq təsdiq eləməlisən və yaxud da ki, e, digər maddi obyektdə onsuz da onun surəti ola bilməz. Elektron sənədin əsli, yəni originalı və bu qanunun tələblərinə cavab verən surəti, yəni surət nə deməkdir burada? Müvafiq qayda təsdiq edilmiş surətindən söhbət gedir. Sən bunu kağıza çıxarırsan və bunu təsdiq edirsən. Sənədin əsli ilə onun kağıza çıxarılaraq təsdiq edilmiş surəti eyni hüquqi və ya malikdir. Heç biri digərindən zəif filan deyil. Hər ikisi bərabər hüquqi və ya malikdir və bərabər şəkildə də istifadə oluna bilər. Məsəl üçün, mən bir dövlət təşkilatı olaraq elektron sənəd dövriyyəsində hansı bir idarəyə məktub göndərirəm. Elektron sənəd dövriyyəsi vasitəsilə məktubu mən göndərəndə fikir vermirsinizsə, görməyənlər də bunu indi növbəti dərslərdə mən sizə bundan bağlı bir nümunə göstərərəm. Sənədin aşağı hissəsindən QR kod düşür. Həmin o QR kod və orada müəyyən xırda məlumatlar qeyd olunur. Bu artıq onun elektron sənəd olduğunu təsdiq edir kağıza çıxaranda. Sən bunu olduğu kimi sistemdən kağıza çap edib çıxarsan, onun heç bir qüvvəsi yoxdur. Sən ya bunu sistem vasitəsilə göndərməlisən, elektron sənəd dövlət sistemi vasitəsilə göndərməlisən. Bir çox orqanlar arasında bu əlaqə İRIA adlanan bir sistem var, o sistemlə təmin olunur da. İRIA vasitəsilə göndərməlisən. Və yaxud da ki, İRIA vasitəsilə göndərmirsən, sən bunu kağıza çıxarırsansa, kağıza çap edərək çıxarandan sonra bunun üstündə mütləq müvafiq qaydada surət olmasını qeyd eləməlisən. Yoxsa elektron sənədi sən kağıza çap edib çıxarsan, onun üstündə QR kod olmasına baxmayaraq bu onun surəti sayılmayacaq. Mütləq onun surət olmasının üstündə qeyd etməlisən. Bu iki şərtlə həmin sənəd elektron sənədlə kağıza çap olunmuş, təsdiq olunmuş sənədin surəti eyni qüvvəyə malikdir. Bunların biri digərindən heç də zəif qüvvəyə malik hesab olunmur. Dərsimizin izahını burada saxlayıram. Növbəti dərsdə qaldığımız yerdən sonraki hissəni izah edəcəm. Hələlik sağ olun. Dediyim kimi, nə sualınız olsa yaza bilərsiniz. İradlarınızı, təkliflərinizi də videonun rəy bölməsinə yazsanız çox şad oluram.